Ermənistan parlamentində Hakim Vətəndaş Müqaviləsi Partiyası ilə müxalif Ermənistan fraksiyasının üzvləri arasında qarşıdurma yaşanıb. Hadisə mübahisəli bir qanun layihəsinin, güya erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin tətbiq edilməsini nəzərdə tutan təşəbbüsün müzakirəsindən sonra baş verib. Əlbəyəxa davaya əsas səbəb parlamentin spikeri Alen Simonyanın müxalifətə, xüsusilə də Daşnaksutyun partiyasının nümayəndələrinə qarşı sərt tənqidlər səsləndirməsi olub. Bu tənqidlərdən sonra siyasi gərginlik fiziki qarşıdurmaya çevrilib və nəticədə Simonyan iclasa 20 dəqiqəlik fasilə verməyə məcbur qalıb. Hadisənin fonunda parlamentin siyasi mühitindəki qeyri-sabitlik və emosional gərginlik bir daha üzə çıxıb. Müxalif deputat Artsvik Minasyan bildirib ki, onun təmsil etdiyi Ermənistan fraksiyası erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanun layihəsi üzərində işləyir. Bu hadisə həm də baş nazir Nikol Paşinyanın mart ayında Türkiyə mediasına verdiyi açıqlama fonunda diqqət çəkir. Paşinyan həmin müsahibədə bildirmişdi ki, 1915-ci il hadisələrinin beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasət prioritetləri sırasında yer almır. Paşinyanın bu fikirləri erməni radikal dairələr və diaspor təşkilatları tərəfindən qəzəblə qarşılanmışdı. Maraqlı məqam budur ki, bu teatr səhnəsi bir növ hökumətin də işinə yarayır. Paşinyan parlamentdəki xaosu danışıqlarda irəliləyişi qarşısında içəridən gələn müqavimət kimi təqdim edərək vaxt qazanmağa çalışır. Bu baxımdan müxalifət öz fəaliyyətsizliyi və daxili qeyri-sabitliyi ilə əslində hökumətin mövqeyini möhkəmləndirmiş olur.